Cənab Prezident tərəfindən əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanmışdır. Sərəncamın əsas məqsədi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək, pensiya təminatının real dəyərini qorumaq və sosial rifahın yüksəldilməsini davam etdirməkdir. İlk növbədə qeyd edim ki, bu artım bütün pensiyaçılara əhatə edir. Ölkəmizdə 1 milyon 100 min pensiyaçını əhatə edən bu indeksləşdirmə tədbirinin nəticəsi olaraq pensiya məbləğləri, eləcə də hazırda işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı 2026-cı ilin 1 yanvar tarixindən artırılır. Nəzərinizə çatdırmaq istərdim ki, pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əmək haqqının illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ili üzrə bu artım tempi 9,3% olduğundan pensiyaçıların da pensiyaları da analoji olaraq eyni faizlə indeksləşdirilir. Misal, pensiya məbləği 500 manat olduğu təqdirdə vətəndaşımız üçün 9,3% artım 46 manat artım deməkdir və pensiya məbləği 546 manat təşkil edəcəkdir. Pensiya məbləği 1000 manat olduğu təqdirdə bu 93 manat təşkil edəcəkdir. Eləcə də vətəndaşların narahatçılıqlarını qabaqlayaraq bildirmək istərdik ki, bəzi sualları olur ki, misal üçün yanvar ayı üçün artım nəzərə alınacaqmı yoxsa yox. Bu məsələ ilə bağlı bildiririk ki, yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birlikdə ödəniləcəkdir.